Bunlar hamısı bu Xocalı'dan qaçanlar, Xocalı olar ki ya bir cürruqla özlərini çıxartmışlar oradan, gəlmişlər, ailəsi qalmışdı orada ya bilmirdilər nə olubdu və yığışmışlar orada. Həman yerdə Allahverdi Baqirovla mən tanış oldum ki, milli qəhrəmandır. O vaxt bütün işləri o aparırdı, komandan idi. Çox da belə deyə bilirəm ki, ziyalı insan idi. Çox ziyalı insan idi. Dəqiq. Çünki mən ondan əvvəl 12 il idi ki, dünyanın müharibələrində olmuşdum. Dünyanın böyük generalların, komandanların zadını görmüşdüm. O adam mənə çox belə doğrudan önəmli adam gəldi bu Allahverdi Baqirov. Və onunla mən bildim ki, çox əsirlər vardı və bu onları azad eləyəcəkdi. Həman vaxt mən bununla müşayiət elədim ki, siz gedirsiniz əsirləri azad eləməyə, mən də sizlə gəldim. Və bir yerdə onunla getdim, bütün bu əsirlərin çalmağını, əsirləri nə cür dəyişirdilər, gəldilər, onu çəkirdim. Və o vaxtda yenə gördüm nə faciədir. O Azərbaycanlılar ki, neçə vaxt idi ermənilərin əsiri olmuşdular. Elə bir ki, bunlara o qədər ya işgəncə vermişdilər, ac susuz qalmışdılar. Adam baxanda gözlərinə bilirdi ki, bu adama çox belə bir təzyiq olubdur. Yəni danışmağından, baxmağından mən deyirəm də illərində təcrübə vardı törmələrdə, kəmplərdə, qaçqınlarda, müharibələrdə. Bilirdim ki, bu adamların başına elə oyunlar gəlibdi ki, əslən danışa bilmirdilər. Hələ də mən yadımdadır onların sözləri, onların o vəziyyət ki, nə olmuşdu o gecə Xocalıda. Çox belə faciədir da. Demək olar insanları, uşaqları, qadınları bu cür tüfənglə, bu cür güllə ilə vurmaq hər yerdə olsun, amma insanı heç vaxt ona qəbul edilməyəcəkdir. Ona görə mən o vaxtdan indiyə kimi elə bir ki, həman o adamlar bir mesiya kimi mənə qoyublar. Elə bir ki, məsələn, mənim çiynimdə bir ağır mesiya vardı ki, bunların səslərini mən dünyaya çatdıram. Bunların səsləri yox idi, mən onların səsləri olmalıyam belə. Və 30 neçə il oldu ki, mən Fransada, Fransa ki bilirsiniz də, bu informasiya müharibəsi deyərlər də, ən qaynar nöqtəsi Fransadır. Mən də 30 il orada bu Qarabağ məsələsini, Xocalı məsələsini bütün kitablarımda, sərgilərimdə, konferanslarımda hamısını demişəm. Təzyiq də çox olur mənə. Amma yenə də mən öz sözümlə, öz işimin gücü ilə eləyə bilirəm ki, görsədəm. Necə ki görürsünüz, məsələn, bu kitab fransız dilində bu ekrafda belə bütün Qarayanvardır, Xocalıdır,
və Azərbaycanın ən deyə olar ağır günlərini bu yekkaxda kitab mən Fransada təqdim eləmişəm, jurnallara vermişəm, sərgilər eləmişəm. Təzyiqin altında belə bir zat. Məsələn, baxın bu şəkillərə, bu görürsüz, bu Ağdamdadır. Burada da görürsüz, bu məscid görsənir, bu Ağdam məscidi. Bunlar hamısı burada yığışmışdılar. Yəni bu cür faciələri adam görəndə, və görürsünüz burada, qışqırır buradakı görünmə görürsüz, həman elə bu. Bu yer ki görürsüz bunun arxasında, bu Ağdam məscidinin morqu idi. Sonra 2020-də ki azad olundu Ağdam, mən getdim, bütün hamısı bunlar yerindən bir olmuşdu. Hamısı dağıtmışdı, hər yerinə mənə var idi, onu dağıtmışdılar orada. Eyni vaxt ki, həman vaxt ki bu adam öz uşağını tapmışdı, görün nə hala düşür. İsveçrədən dedim də, qırmızı xaç ki gedirdi və bu da Allah verdi yanında. Görürsünüz, bu Allah verdi, gedirdi, gətirdi. Ondan sonra çox belə bir, bunlar hamısı bu Xocəlinin 200 nəfər, o 600 nəfərdən mən fotolarını tapmışam, bu kitabda vardı. Hamısı da baxsınız, 26 fevral ölüm günləridir. Uşaq da var yanlarında, qadın da çoxdur, yaşlı adamlar da çoxdur. Və bunları mən illərlə dünyada sərgi edirəm, göstərirəm. Və bunu görürsünüz, məsələn, bu kişi Piraqul adında, bu o qədər ağlamışdı, neçə günüdür. Əslində gözlərindən heç yaş gəlmirdi, ağlayırdı, amma da qurumuşdu. Əlində də bu foto tutmuşdu, oğlunun fotosu. Fəqət elə hamıya gəlib gedəndə deyirdi, oğlum harda, oğlum harda. Mən fransız vətəndaşıyam, amma İsveçrəli qırmızı xaca mən pasaportumu vermişdim ki, siz gedin burada o ermənilərin kamanlarına göstərin. Deyin ki, belə bir fransız jurnalisti vardı və istəyir gələ sizə tərəf. Sonra o qayıtdı, verdi mənə, dedi, komandan dedi ki, belə. Dedim, nəyə? Deyir, axı burada yazıbdı ki, sən təvəllüdün Təbrizdir. Komandan demişdi, gəlsə gəlsin, amma ola bilər ki, saf çıxmasın buradan, belə bir zat. Yəni. Bu şəkillər ki, məsələn, vardı, indi görürsünüz də burada. Bunların hamısı mən vermişəm bu beynəlxalq məhkəməyə. Bütün bu şəkilləri hamısı indi mən vermişəm Azərbaycan ki, məhkəməyə veriblər bu şəkillər məhkəmədə istifadə olunur. Bunun da oğlu da adı Azad. Oğlunu axtarırdı. Oğlu da bir 13 nəfər itkin getdilər. Bu onların biridir. Ermənilər 13 nəfər genci bir dənə fermadan tutub aparıblar o gecə. Heç kəs də bilmir hardadılar. Bu adam bu vaxtda bir həyat yoldaşı var idi, genç həyat yoldaşı. 2 dənə də oğlu var. Həman bu adam ki orada itkin düşdü. Həman bu baba ki bebelə ağladı. İndi bunun oğlu, bunun uşaqları Xocəlidə tikinti aparırlar, tikinti tikirlər ki qaçqınlar öz evlərinə qayıtsın. Bundan gözəl mən inanmıram ki tarix olsun, ibrət olsun dünyada.